Kamera deməli çəkir. Salam hamıya. Deməli bu günləri gedirik meyvəliyə, gömrüyə. Çoxdan sifariş elədiyimiz axır ki Suzuki GXR 750 kubluq gəldi. İndi gedəcəm sizə də onu yaxından göstərəcəm. Amerikadan Copa saytına sifariş elədik. İndi inşallah gedək görək nə vəziyyətdədir, necədir. Hamısını da göstərəcəm yaxından. Hələ istədim ki birinci videom YouTube-a belə video ilə başlayım. İnşallah biraz da maşında qızsın, gedək. Orada çatanda yenə də göstərəcəm sizə hər şeyi. Dediyim qədər yenə də 2-3 ay demək olar ki biz motosikleti gözləyirdik. Düzdür, bəzən bir yerdə gecikdik, elədik falan filan, amma yenə də problem olmadı, yenə də səbr elədik, gözlədik, gözləməkdən başqa variantımız qalmadı. Qabaqcadan lazım olan bir motosiklet üçün əşyaları aldıq, plasmasıdır falan. Yenə də yaxından görəcəksiniz ki, nə, harasına plasmas falan lazımdır yenə də. Bir dostumuz da gəldi. O da Hyundai Sonata gətirib. Belə bir Eclipse var orada, Mitsubishi. Amma niyə BMW znaçoku taxılıblar, başa düşmürəm. İndi gedirik onun maşınını axtarmağa. Baxın motosikletimi düşürdülər nə qədər. Görək, o da çox sevinir, həyəcanlıdır. Gedək görək. En gözəl histir maşını axtarma burada. Adam öz maşını axtarma en gözəl histir. Kim maşını sifariş eləmək istəyirsə, Instagram'a yaza bilər istəsə. Hamıya köməklik edə bilərəm. Bu işlə məşğul deyiləm, sadəcə hamıya köməklik göstərə bilərəm. Problemsiz, Dubai, Koreya, Amerika ürəyiniz nə istəyir, gətirə bilərəm. Sərfəli qiyməti gətirə bilərəm. Və bu ana gəlib çatdıq. Qurban müəllimin 2 turbo Sonatası. Qəşəng. Belə bir şey. Nə deyirsən Qurban buna görə? Xoşbəxtsən? Belə bir yüngülvari kosmetik işlər. Nə girə salona da baxaq. Salonu da ki, maşallah biraz əl gəzdirmək lazımdır, amma ciddi bir şeylər yoxdur. Belə bir şey. Xeyirli olsun Qurban müəllim. Allah razı olsun qardaşım. Getirisi çox sağ olun. İndi öz motosikletimi də düşürdəndə onu da çəkəcəm. Xoşuna düşür. Onu da yaxından çəkəcəm. Bir dənə orada heç olmasa bir dənə otur bax da nədir, nə var, nə yoxdur. Bir sifəsini elə də, hə? Ay belə, maşına oldu ya. Çox əziyyət çəkdin amma. Hə Qurban, çox əziyyət çəkdin bu maşına görə sən. Yağışlı günlərim. Yağışlı günlərim falan. Əziyyətli günlərim. Hər əziyyətin bir yaxşı axırı var da. Çək, doyunca çək. Dostumuz üçün də bir dənə də maşını həll elədik. Motosiklet də həll elədik. Mən də inşallah bir maşını sifariş eləmişəm. Onu da inşallah çəkəcəm bir gün, gələnə yaxın. Maşını xodladmışıq, qoy biraz özünə gəlsin. Yazıq asandan da yoldadır. Motosikleti də axırı düşürdürük. Yenə də deyirəm, düşsün, yenə də yaxından çəkim biraz. Hava da çox soyuqdur, dözmək olmur soyuğa. Mənim soyuğa heç dözümüm yoxdur. $2,000 years later. $2,000 years later. Axır ki də, düşürdük motosikleti də. Aşağı düşürdük, şükür. Göstərəcəm indi. Nəsə göstərdim, ürəyi patladı. GXR 750 22.000 probeqdədir. İnşallah yaxın günlərdə deyəndə ki, bir neçə həftədən sonra şəhərdə görəcəksiniz bunu. Ama bu bir başka videonun konusu.
Açarı da budur. Belə bir Suzuki açarı var. Allah Allah. Ciddi misin oğlum? Belə bir. Qəşəngdir. O xoşum gəldi. Qardaşlar maşını çıxartdıq. Nə demək istəyirsən belə? Çox sağ olun maşını gətirdiniz üçün. Motosikletimizi də çıxartdıq. İndi geri yeməyə. Sizdən razıyam. Yeməyə gedirik indi. Yeməmizi yeyək, sonra gedək. Yəni sənin üçün işləri qalıb, onları həll eləyək. Все, подамам, как говорится. Belə. Belə maşın yəni gəldi də. Necə bir hissdir də yəni. Maşın hissi deyə bilmərəm. Tüm yaxşı qardaşlara qismət olsun. Amin, amin. Zakata alalım qurban. Ambardan bu maşın isti. Belə bir BMW də var. Bu da daha bir şeydir. Bu ise çox bərbad vəziyyətdədir. Belə bir şey də var, Kawasaki Ninja. Belə bir maşın da var burada. Saxla bir dənə sayda. Aç. Aç maşını, aç. Yavaş dəyməsin. Belə bir maşın da gətirdik dostumuza. Sonata 2 turbo. Sevinir. Buradan baxır sevinir. Bir dənə baxaq görək. Açar səndədir. Of. Bu jəntiqə bir şeydir. Belə. Xoşbəxtlik. Başqa işdir. Masaj sizenyalar falan, qəşəng. Gözlə. Ha, nəsə tapdı. Nə olub? Belə. Nəsə tapdı. Təkər əlbəttə zəifdir, yazıq maşın görəsana yol gəlir. Qaz verməyə maşın çoxdan da yatıb eləyir, Allah bir. Hə, bağlıdır yuxarı. Bir dənə Tam bağlıdır. lüku da görsədim millətə. Hardaydı bu lüku? Hə, bu lüku hardaydı? Hoppa. Ay qəşəng. Super. Belə. Necə deyirlər? İçində pax olsun elə də. Niyə? Elə də qurtaranmamışım bu pulu. Pul gedir, orta bir şey yoxdur. 4000 buradan. Yaxşı olar. 3000 də qabaq atdım kartadan. İşimizi də qurtardıq ha qurban. Gələcək bir də sənin maşını buradan götürməyə. Mənim motosikletim həll olundu, qaldı sənin maşını vəll eləmək. Vəsə başqa heç nə. Geri indi evə. Sağ olun. Salamat qalın.